6 iyul Tiflisdə 63 kilo çəki dərəcəsində Fərhad Şeydayev Çexiyalı Martin Rusnak ilə qarşılaşdı. İlk raundda qəşəng kombinasiya ilə Çexiyalını knockdown salır. Bu faktor Çexiyalı Solakayı qıcıqlandırır və Rocky filmindəki kimi knockdown əvəzini çıxmaq üçün rəqibinin üzərinə atıldı. Amma Şeydayev onu reallığa qaytarır və tez zamanda aqressiv Rusnak anlayır ki, qabağındakı boksçu ondan daha ağıllı və sürətlidir. Üçüncü raund daha qızğın keçdi və bizim boksçu açıq döyüşün şərtlərini qəbul etdi. Nəticədə Fərhad Şeydayev hakimlərin yekdilli qərarı ilə qələbə qazanır.